Könülün həsrət hekayəsi. Könül gözəlliyi, ağılı və sanki yaşından böyük ruhu ilə hər kəsi heyran qoyurdu. Onun danışığında bir dərinlik, baxışlarında isə bir hüzün vardı. Heç kim bilməzdi ki, bu balaca qız öz qəlbində dağ boyda bir boşluq daşıyırdı. Valideynləri Könül hələ uşaq ikən ayrılmışdı. Anası onu tək başına nənə-baba dəstəyi ilə böyüdürdü. Atası isə boşandıqdan sonra müxtəlif qadınlarla yeni həyatına davam edirdi. Könül nə qədər kiçik olsa da hər şeyi anlayırdı və ən çox da ata həsrətini. İlk illərdə bu həsrəti içində susaraq yaşadı. Amma zaman keçdikcə bu duyğular onu içərdən yavaş-yavaş dağıtmağa başladı. Bir gün Könül halsızlaşdı. Tez-tez qızdırması qalxmağa başladı. Həkimə aparıldıqda isə acı xəbər gəldi. Sizin övladınız qan xərçəngidir. Anası yerində dondu. Könül isə sakitliyi ilə gözlərini ona dikib dedi: "Ana, mən qorxmuram. Mən mübarizə aparacam." Ətrafda Könülü sevən çox insan vardı. Yad olsa da, doğmalardan seçilməyən xeyrsevər insanlar onun müalicəsinə dəstək olurdular. Lakin intensiv müalicələrə baxmayaraq nəticə əldə olunmadı və xəstəliyində rezidiv qeydə alındı. Həkimlər onun xaricdə müalicəsini və ilik nəqli əməliyyatını vacib hesab etdilər. Kimliyini açıqlamayan bir xeyrsevər bu çətin anda yardım əlini uzadaraq müalicə xərclərini qarşıladı. Hər kəs Könülə dayaq durmağa çalışırdı. Amma bir nəfər yox idi: atası. Və Könül hər iynədən, hər ağrıdan daha çox bunu hiss edirdi. Heç bir dərman, ən mükəmməl müalicə belə ata həsrətini əvəz etmirdi. Müalicə uzun və çətin idi. Hər iynə, hər dərman Könülün kiçik bədənini yorsa da, onu ən çox incidən atasının yoxluğu idi. Hətta bir gün yaxınların təşəbbüsü ilə Könül üçün balaca bir ad günü keçirildi. Bu, onun xəstəliyə tutulandan sonraki ilk doğum günü idi. Saçları tökülmüşdü, amma başına taxılan güllü bandanı çox sevmişdi. Şarlarla bəzədilmiş otaqda tort kəsiləndə hamı əl çaldı. Könül isə tortun şamlarını üfürəndən sonra sakitcə stulunda oturdu. Əllərini dizinə qoyub, baxışlarını uzaqlara dikdi və otaqdakı qonaqlara astaca dedi: "Atam məni sevsəydi, ad günümə gələrdi. Gəlməsəydi belə ad günümdə zəng edərdi və təbrik edərdi." Otaqda bir anlıq dərin sükut oldu. Hətta qonaqların içində səsini tez-tez eşidən mobil telefonlar belə susmuşdu sanki. Aması doluxsunmuş, gözlərini gizlətməyə çalışdı. Müalicələrə baxmayaraq Könülün vəziyyəti ağırlaşdı. Hər gün yataqda keçdi. Amma Könülün ruhu heç vaxt tam qırılmadı. Çünki içində hələ də bir ümid vardı. Bəlkə bir gün atası gələcək. Könülün bu dünyada sonuncu gecəsi idi. Xəstəxana otağında anası onun yanındaydı. Könül çox zəifləmişdi, amma hələ də gülümsəyirdi. Anasının əllərindən bərk tutaraq dedi: "Ana, əllərimi buraxma, yuxuya gedim." Və Könül o gecə sakitcə mələklər kimi getdi. Otaqda sakitlik, kədər və bir parça yarımçıq qalan sevgi qaldı. Könülün həyatı əslində təkcə bir uşağın deyil, bütün ata həsrəti çəkən uşaqların hekayəsidir. Onlar üçün ata təkcə ad deyil, varlıq, təhlükəsizlik və özünü sevilən hiss etməkdir. Əgər siz də boşanmısınızsa, xahiş edirik unutmayın. Boşanmaq, övladınızdan da boşanmaq demək deyil. Sizin bir zənginiz, bir mesajınız, bir səni sevirəm sözünüz onun həyatında iz buraxacaq. Bir uşağın içində atam məni sevsəydi cümləsi formalaşmasın. Çünki o cümlə ən ağır xəstəlikdən də betər yaradır uşağı. Könül getdi, amma onun səsi, kədəri, arzuları bu dünyada qaldı. Onun kimi yüzlərlə, minlərlə uşaq hələ də sevilməyə, sadəcə mən sənin atanam, yanındayam sözünü eşitməyə möhtacdır. Valideynlərdən biri getdikdə uşağın bir tərəfi boş qalır. O boşluğu heç kim doldura bilməz.